fərdi qaydada fiziki şəxslərə baxmaq istəyirəm. Misal üçün, bax, evi satmışam, yeni evə 3 ay sonra köçəcəm. Bu aralıqda əşyaları saxlamaq üçün harda nə təklif edirsiniz? Bu da əslində bir çox insanın reallığına çevrilir. Bəli. Bizdə xidmət olaraq quru anbarlar ümumi ərazidə, belə deyək, anbarda yüklərinizi yerləşdirə bilərsiniz. Otaq tipli ərazilərimiz mövcuddur. Otaqda da yüklərinizi yerləşdirə bilərsiniz. Konteynerdə yüklərinizi yerləşdirə bilərsiniz. Yəni biz artıq müştərinin xüsusi istəklərinə əsasən bunu həyata keçirdirik və hətta müştəriyə həmin ərazilərin foto şəkillərinin göndərilməsi və yaxud da ki, ünvanı göndəririk, yaxınlaşıb əyani şəkildə, fiziki şəkildə əraziyə nəzər yetirdə bilərlər. Artıq müştərinin istəyindən asılı olaraq biz təklif eləyirik. Yəni belə yer var da, hansı ki, doğrudan da xüsusi o dediyiniz kimi quru, yəni ev əşyalarıdır. Əlbəttə. Yəni tutaq ki, də adam evini satıb, planlaşdırdığı kimi olmayıb, adətində belə olur. Əlbəttə, bizdə illərdir yükünü saxlayan müştərilər var. Korporativ müştərilər də var ki, artıq 10 ildən çoxdur ki, artıq bizdə yük saxlayırlar. Eyni zamanda nağd müştərilər də var ki, evini təmir eləyəcək, amma hələ də təmiri yekunlaşmayıb deyə bizdə 1 ildən daha çox saxlayan müştərilər var. Yəni bu sərf eləyir də eyni zamanda, belə başa düşürəm. Uzun müddətli olduqda biz bacardığımız qədər müştəriyə elə qiymətlər təklif edirik ki, onun üçün də münasib olsun, uyğun olsun və davamlı şəkildə fəaliyyət göstərsin.